RGB standartında 255-255-255 rəng kodu hansı rəngi bildirir? Biz bilirik ki, red, green, bluedur, yəni RGB standartı və hər üç rəngdən maksimal tonda qarışdırdıqda bizdə cavabda ağ rəngi almış oluruq. Sualımızın cavabı olur B variantı. 4 simvolluq əlifbada kodlaşdırılan ardıcıllıqda neçə müxtəlif simvol var? Yəni 4 simvolluq əlifba deyirsə, yəni N4-dür. Buradan da i bərabərdir 2 bit alırıq. 2 bit nə deməkdir? Yəni hər bir simvol 2 ədəd 0 və yaxud da 1-dən ibarətdir. Demək ki, mən bu ardıcıllığı 2-2 ayırsam, simvollarımı almış olacam. Və bu ardıcıllıqda bizdən soruşulan fərqli simvolların, müxtəlif simvolların sayıdır. Baxıram, fərqli simvollar nə var? 1-1, daha sonra 0-1 var, 0-0 var və 1-0 var. Ümumilikdə 4 müxtəlif sayda simvol var. Yəni bu ardıcıllığımızda əlifbada olan bütün simvolları istifadə etmişik. Sualımızın cavabı olur D. Aqara standartda arzulanmış 512/256 ölçülü qrafik təsvir 100 rəng çalarlı standartda arzulanarsa, həzmi neçə kilobayt artar? Verilənlərimizi yazaq. Deyir ki, i1 bərabər olub 1 bitə. Daha sonra deyir ki, 100 rəng çalarlı standartda hazırlamışım. Demək ki, burada N2 bərabər olub 100-ə, buradan da i2-ni 7 bit olaraq qəbul edə bilərik. Və K, yəni ölçüdə, bizim bu təsvirdə piksel sayı 512/256-dır, yəni 209/208, yəni 217 sayda qrafik, bizim burada piksel sayımız var. Bizdən istənilən nədir? Q2 çıxılsın Q1. Düsturumuz Q bərabərdir K vur i-dir. Q2-nin yerinə K vur i2 yazaram, çıxılsın. Q1-in yerinə K vur i1 yazaq. 217 vur 7 bit, çıxılsın. 217 vur 1 bit. Və hər birini kilobayta çevirək. 213-ə bölək. Buradan alacağıq 7 vur 2 üstü 4 kilobayt, çıxılsın. 2 üstü 4 kilobayt. Yəni 6 vur 2 üstü 4 kilobayt, yəni 6 vur 16 kilobayt almış oluram. 6 vur 16 da 96 kilobayta bərabərdir. Yəni sualımızın cavabı olur Y variantı. D simvolunun 8-ci kodunu müəyyən edin. Cədvəldə görürük ki, böyük A65, kiçik A97-dirsə, arada 32 fərq var. Və yaxud da deyirəm ki, böyük A ilə böyük D arasında 3 fərq varsa, kiçik A ilə kiçik D arasında 3 fərq olacaq. Demək ki, buradan mən alıram ki, D 100-ə bərabərdir, amma onluq say sistemində. Məndə 8-ci say sistemində istədiyinə görə 100-ü 8-ci say sistemində yazacam. Yazacam 64, üstə gəl 32, üstə gəl 4 şəklində. Yəni 100-ü belə parçalaya bilərik. Və 64 bizdə 8-in kvadratıdır. Yəni 1 vur 8-in kvadratıdır. Üstə gəl 32-yə 4 vur 8 üstü 1 yazaram. Üzərinə gələrəm 4 vur 8 üstü 0-dır. Və qüvvətlərin qarşısındakı rəqəmləri qeyd edirəm. Azalan sıra ilə 8-in kvadratından 1 ədəd var. 8 üstü 1-dən 4 ədəd var. Və 8 üstü 0-dan 4 ədəd var. Yəni cavab olaraq D variantı 144 almış oluram. Tənliyindən X-i müəyyən edin. Baxırıq ki, konkret olaraq variantlarda hər biri fərqli rəqəmlərdir. Ona görə alt-alta toplaya bilərəm. Deyirəm ki, 534 üstə gəlinsin 421 bərabərdir 1255. X say sistemidir. Bilmirəm hansı say sistemidir. 4-ün üstünə 1 gəlmişəm, 5 almışam. Yəni toplananların cəmlədikdə 4 gəlir. Onlardan böyük bir qiymət almışam. 5 almışam. Hər hansı bir problem yoxdur. 3 üstə gəl 2-yə yenə 5 almışam. 5 üstə gəl 4-ün yerinə 2 almışam. Necə 2 ala bilərəm? Deyirəm ki, 5-in üstünə 4 gəlsəm, bölsəm hər hansı bir Y say sisteminə alacam 1, qalıqda 2. O zaman 5 üstə gəl 4, yəni 9 bərabər olacaq. Y üstə gəl 2-yə. Buradan Y-nə alınır 7. Demək ki, bu yazdığımız tənlik 7-lik say sistemində öyrənir. Yəni sualımızın cavabı olur B variantı. Hesablayın. Gəlin ifadəni yazaq. 128 kilobayt üstə gəlinsin 128 kilobit, çıxılsın 0,25 megabit, üstə gəlinsin 4096 bayt. Cavablara baxırıq. Demək olar ki, əksəriyyəti kilobaytlandır. Gəlin burada ölçü baytlarını kilobayta çevirək. 128 kilobit, yəni 2 üstü 7 kilobitdir. Buna 2 üstü
3-ə bölsəm, alacam 2 üstü 4 kilobayt. Demək ki, bura 16 kilobayt yaza bilərəm. 0,25 megabit, yəni 4də 1 megabitdir. Megabitimiz 2 üstü 10 kilobitdir. Və deyərəm ki, 4də 1 vur 2 üstü 10 kilobit. Buradan da alıram 2 üstü 8 kilobit. 2 üstü 8-i də yenidən 2 üstü 3-ə bölsəm, 2 üstü 5 kilobayt alıram. Yəni 32 kilobayt alıram. Gətir burada 32 kilobayt yazdıq. Və 4096 baytım da 2 üstü 12 baytdır. Kilobayta çevirsəm 2 üstü 10-a böləcəm. Və 2 üstü 2 kilobayt alacam. Yəni 4 kilobayt alıram. İndi misal yenidən yazaq. 128 kilobayt. Üstə gəlir 16 kilobayt. Çıxılsın 32 kilobayt. Üstə gəlinsin 4 kilobayt. Bu da bərabər eləyir. 32 ilə 4-ü apardıq, qaldı burada 28. 28 ilə 128, 700. 100 üstə gəlir 16. 116 kilobayt. Sualımızın cavabı oldu B variantı. CMYK standartına kodlaşdırılmış qrafik təsvir RGB standartına kodlaşdırılarsa həcmi necə dəyişər? Deməli, düsturumuz Q bərabərdir K vur I. Q RGB bərabərdir K vurulsun I-ni yerinə yazacağım 24 bit. Q CMYK bərabərdir K vurulsun 32 bit. Alt-alta bölsəm alacağım 24 bölü 32, yəni 4-də 3. Buradan da alıram ki, Q RGB bərabərdir 0,75 Q CMYK. Yəni, bu o deməkdir ki, RGB-də hazırlanmış fayl CMYK standartında hazırlanmış failin 0,75-ini təşkil edir. Demək ki, burada bizdə 0,25 həcmdə azalma var. Yəni, sualımızın cavabı olacaq A variantı 25% azalar. Həcmi 64 MB olan tam dolu diskdən 3 ədəd eyni həcmli video fayl, 4 ədəd eyni həcmli səs faylı və 2 ədəd eyni həcmli mətn faylı silindi. Daha sonra diskə mümkün maksimum sayda eyni həcmli qrafik fayllar yükləndi. Bir video faylın həcmi 5 MB, səs faylının həcmi 2560 KB və mətn faylının həcmi 3072 KB, qrafik faylının həcmi 4 MB olarsa, ümumilikdə diskə neçə qrafik faylı yüklənmişdir? Silinən faylların həcminə baxaq ki, nə qədər fayl silinib? 3 ədəd 5 MB-lıq video faylı silinib. Daha sonra 4 ədəd 2560 KB-lıq səs faylı, yəni 2,5 MB-lıq səs faylını silinib. Və 2 ədəd 3072 KB, yəni 3 MB-lıq mətn faylı silinib. Baxaq görək nə qədər edir. 15 üstə gəlinsin 10, üstə gəlinsin 6. 31 MB mənim diskimdə boş yer alınıb. Və biz həmin bu boş hissəyə 4 MB-lıq qrafik fayllar yerləşdirməliyik. Yəni, 31 böləcəm 4-ə, alacam 7,75 fayl. Yəni, biz faylın kəsib hissəsini yerləşdirə bilmədiyimizə görə, ümumilikdə demək ki, bu diskə 7 qrafik fayl yerləşdirmiş olacaq. Yəni, sualımızın cavabı olacaq A variantı 7. 5 sonuncu bölüm 24 ölçülü qrafik təsvirin həcmi 24 kilobaytdır. Təsvirin rəng dəyərini müəyyən edin. Verilənlərimizi yazaq. K bərabərdir 5 sonuncu vurulsun 1024, yəni 2 üstü 9 vurulsun 2 üstü 10, yəni 2 üstü 19 piksel var. Daha sonra deyir ki, faylın həcmi, yəni Q bərabərdir 1024 kilobayt, yəni 2 üstü 10 kilobayt. Bitə çevirsək 2 üstü 23 bit alırıq. Bizdən istənilən nədir? I. O zaman düsturumu yazıram. Q bərabərdir K vur I, yəni 2 üstü 23 bit bərabərdir 2 üstü 19 vurulsun I-yə. Buradan da I-ni alırıq, yəni I bit. I-ni də alırıq 2 üstü 4 bit, yəni 16 bit almış oluruq. Yəni sualımızın cavabı olur C variantı 16. Tənliyindən x-i müəyyən edin. Yazaq. 112 7-likdə üstə gəlinsin 25 6-lıqda çıxılsın 25 8-likdə. İlk öncə 10-luqda tapaq. 10-luqda tapmaq üçün hər birinin üzərinə artan sıra ilə sağdan sola 0, 1, 2, yəni rəqəmlərimizi düzürük. Və alırıq ki, 7-nin kvadratı üstə gəlir 7, üstə gəlir 2, üstə gəlinsin 12, üstə gəlinsin 5, çıxılsın 16, çıxılsın, hətta üstə gəl 5 yazaq. Yəni bu artıq
bir ədədi bildirir. Bərabərdir. Buradan da alırıq 49 üstəgəl 7 üstəgəl 2 üstəgəlinsin 12 üstəgəl 5 çıxılsın 21 və alınır 54 10-luqda. 54'ü 9'luğa çevirmək üçün 9'un qüvvəti şəklində yazaram. 54'ü 6 vur 9 üstü 1 kimi yaza bilərəm. Və davamını yazsam üstə gəlinsin 0 vur 9 üstü 0 kimi göstərərəm. Yəni 9 üstü 1-dən 6 ədəd var, 9 üstü 0-dan isə yoxdur. Və cavab olaraq 60 almış oluram. Sualımın cavabı olur D variantı. İnformasiya xassəsi deyil. Nəzəriyyədən də bildiyimiz kimi informasiya xassəsi obyektivlik, etibarlıq, adekvatlıq və tamlıqdır. Burada elmlilik adında informasiya xassəsi yoxdur. Sualımızın cavabı olur B variantı. 50 simvolluq əlifbada kodlaşdıran blok imtahanı və 100 simvolluq əlifbada kodlaşdırılan riyaziyyat və informatika nümunələrinin həcmlərinin cəmini bitlə müəyyən edin. Düsturumuz bilirik ki, Q bərabərdir K vurulsun I. İlk öncə tapaq görək bizdə I1 nəyə bərabərdir? Əgər 50 simvolluq əlifba deyirsə, yəni N50-dir. N50-dirsə I də bərabər olur 6 bitə. Bəs I2 nəyə bərabərdir? Bizə verib 100 simvolluq əlifba. 100 simvolluq əlifbada N100-dürsə, I olacaq 7 bit. Daha sonra baxıram ki, K1 nəyə bərabərdir? K1 yəni bu blok imtahanındakı simvolların sayına. Simvol sayı məndə burada olur 13. K2 də bərabər olur riyaziyyat və informatika nümunəsindəki simvol sayı, o da 25-ə bərabərdir. Bizdən istənilən həcmlərin cəmi, yəni Q1 üstəgəl Q2-ni istəyir. Yazaq. Q1 bərabərdir K1 vur I1 üstəgəlinsin Q2 bərabərdir K2 vur I2. Yəni 13 vur 6 bit üstəgəlinsin 25 vurulsun 7 bit və alırıq ki 78 bit üstəgəlinsin 175 bit. Cavab olaraq 253 bit almış oluruq. Sualımızın cavabı olur Y variantı. İkilik say sistemində ən böyük 5 rəqəmli ədədi onluq say sistemində qarşılığını müəyyən edin. Deməli, ikilik say sistemində ən böyük rəqəmimiz 1-dir və 5 rəqəmli deyirsə 5 ədəd 1-i yan-yana yazırıq və onluq say sistemində qarşılığını tapırıq. 2 üstü 4 üstəgəl 2 üstü 3 üstəgəl 2 üstü 2 üstəgəl 2 üstü 1 və üstəgəl 2 üstü 0. Yəni 16 üstəgəl 8 üstəgəl 4 üstəgəl 2 və üstəgəl 1. Cavab bərabər olur 31 onluq say sistemi, yəni Y variantı. Raster qrafik redaktoru müəyyən edin. Nəzəriyyədən də bildiyimiz kimi Adobe şirkətinin Photoshop proqramı raster qrafik redaktora aiddir. Yəni sualımızın cavabı olur A variantı. Binada hər mənzil mərtəbə və mənzil nömrəsi olmaqla ayrı-ayrılıqda kodlaşdırılır. Hər mərtəbəsində 20 mənzil olan 10 mərtəbəli binanın bir mənzilini kodlaşdırmaq üçün cəmi neçə bit istifadə edilər? Yəni deyir ki, 10 mərtəbəli binadır, deyirəm ki, N1 bərabərdir 10. Buradan I1 bərabər olur 4 bitə. Daha sonra deyirik ki, hər mərtəbədə 20 mənzil var. Deməli, N2 bərabərdir 20-yə. Buradan da I2 bərabər olur 5 bitə. Yəni, hər bir mənzili kodlaşdırmaq üçün mərtəbəsi və mənzilin nömrəsi ayrı-ayrılıqda qeyd olunmalıdır. Ona görə də cavab olaraq 4 üstəgəl 5-i, yəni 9 biti qəbul edirik. Sualımızın cavabı olur B variantı. Cədvələ əsasən eltac sözünün kodunu müəyyən edin. Eltac sözünü kodlaşdırmaq üçün hər bir hərfin altında olan həmin 3 rəqəmli kodu götürürük. E üçün 011, L üçün 100, T üçün 101, A üçün 3 ədəd 0 və C üçün 110 qəbul edirik. Bu kodlaşdırmaya uyğun olan variantımız isə olur Y variantı. 25 hansı say sisteminin ədədi ola bilməz? Biz baxırıq ki, bu 25-də rəqəm olaraq ən böyük rəqəm 5-dir və 5 ən kiçik 6-lıq say sistemində ola bilər. Yəni, bu ədəd 6 və yuxarı say sistemlərində ödənilir. Demək ki, cavabımız olacaq A variantı. 5-lik say sisteminin ən böyük rəqəm 4 olduğuna görə 25-i 4-lükdə yaza bilmirik. 230 kilobit informasiyanı gigabayt ilə ifadə edin. Yazaq. 230 kilobit. Kilobitdən keçərəm megabitə. Yəni 200 tona böləcəm. Edəcək 220 megabit. 220 megabiti də 200 tona bölsəm olacaq 210 gigabit.
və gigabitdən də gigabayta keçmək üçün 2 üstü 3-ə bölürəm və alıram 2 üstü 7 gigabayt. 207 də bizdə 128-ə uyğun gəlir. Yəni sualımızın cavabı olur D variantı. Tənliyi həll edin. Tənliyimizi yazaq. 4 üstü 4x üstə gəl 1 byte bərabərdir 2 üstü 4x kilobayt. Bərabərin hər iki tərəfini 2-nin qüvvət şəklində yazaq. Deməli 2 üstü 2 üstü 4x üstə gəl 1 byte bərabərdir 2 üstü 4x kilobayt. Yəni 2 üstü 8x üstə gəl 2 bərabərdir, yəni byte 2 üstü 4x kilobayt. Ölçü baytlarını da eyniləşdirək. Kilobayt üçün yazacağım 2 üstü 10 byte, yəni 2 üstü 8x üstə gəl 2 byte bərabərdir 2 üstü 4x vurulsun 2 üstü 10 byte alırıq. Buradan da alırıq ki 8x üstə gəl 2 bərabərdir 4x üstə gəl 10-a. 4x bərabərdir 8-ə, x də bərabərdir 2-yə. Yəni sualımızın cavabı olur D variantı 2. Ömər ingilis dilindəki mətni tərcümə etdi və yoldaşlarını oxudu. Cümləsində Ömərin yoldaşları üçün informasiyanın hansı prosesi baş vermişdir? Burada əsas məsələ Ömərin yoldaşlarıdır. Fikir verdiyimiz hissə və yoldaşları üçün informasiyanın qəbul prosesi baş verib. Yəni onlar Ömərin oxuduğu mətni dinləyiblər, qəbul ediblər. Sualımızın cavabı olur C variantı. 16 say sistemində verilmiş ifadənin nəticəsini 16 say sistemində müəyyən edin. Yazaq. F, C, B üstə gəlinsin. A, F, C. Hər ikisi 16 say sistemindədir. Alt-altı toplayırıq. B-nin üzərində C gəlirik. Yəni 11 üstə gəlsin 12, 23 edir. 23-ü 16-ya bölükdə 1 qalıqda 7 alırıq. 7-ni yazırıq. 1 yadda. Daha sonra C üstə gəl F, yəni 12 üstə gəl 15, 27, bir də yadda 28. Yenə 16-ya böldükdə 1 qalıqda 12 alırıq. 12 bizdə rəqəm olaraq C-yə bərabərdir. Yenə 1 yadda. Daha sonra F üstə gəlinsin A, yəni 15 üstə gəl 10, 25, bir də yadda 26. 26-nı yenə 16-ya böldükdə 1 qalıqda 10 alırıq. 10 bizdə rəqəm olaraq A-ya bərabərdir və 1 yadda saxlamışdıq. O biri də ən soldan qeyd edirik. Cavabımız olur 1AC7, yəni A variantı. Bağlantı vasitəsilə 32 megabaytlıq fayl 4 megabit saniyə sürətlə ötürülür. Ötürməyə sərf edilən zaman ərzində 64 megabaytlıq fayl hansı sürətlə ötürülər? Düsturumuz Q bərabərdir VT-dir. Burada ayrı-ayrıqda qeyd edək. Q1 bərabərdir V1 vurulsun T, Q2 də bərabərdir V2 vurulsun T-yə. Yəni, baxırıq ki, hər ikisində T sabitdir. O zaman yazaram ki, T bərabərdir Q1 bölü V1, o da bərabərdir Q2 bölünsün V2-yə. Q1-in yerinə yazacağım 32 megabayt. V1-in yerinə yazacağım 4 megabit böl saniyə. Bərabərdir Q2-in yerinə 64 megabayt yazacağım. V2-in yerinə isə X yazacağım. Biz baxırıq ki, burada V ilə Q düz mütənasibdir. Yəni, V artırsa Q da artır, Q artırsa V də artır. Yəni, birbaşa cavabı tapa bilərdik ki, Q əgər 2 dəfə artıbsa, deməli V də 2 dəfə artmış olacaq. Və yaxud da ki, bu formada yazıb tənasübdən X bərabərdir, yəni aldığımız bu tənlikdən X bərabər olacaq 64 megabayt vur 4 megabit böl saniyə bölünsün 32 megabayt alırıq. Buradan da elə X-i 8 megabit böl saniyə almış olacaqdıq. Yəni sualımızın cavabı olur Y variantı. Rom rəqəmləri ilə yazılmış ədədləri artan ardıcılıqla yazın. Birinci yazılmış ədəd onluq say sistemini çevirsək olacaq 225. Yəni 2 dənə yüzlük, 2 dənə onluq və 5-lik. İkinci sırada yazdığımız 500. Üçüncü sırada yazdığımız, yəni 500 çıxılsın 100, 410. Dördüncü sırada yazdığımız isə 336. 3 ədəd yüzlüyümüz var, 3 ədəd onluğumuz var və 6. Sıralamaya baxırıq. Artan ardıcılıqla dediyinə görə 1, 4, 3, 2 qeyd edirik. Sualımızın cavabı olur 1, 4, 3, 2. Artan ardıcılıqla yazın. Artan ardıcılıqla yazmaq üçün hər bir ədədi onluq say sistemində qeyd edirəm.
Birinci onsuz da bizdə onluq sayı sistemində verilib. Ona görə elə olduğu kimi saxlayıram. İkinci ədədimiz 208-likdə verib. 0, 1, 2 yazmaqla alıram ki 2 vur 8-in kvadratı, yəni 2 vur 64. 128 onluq sayı sistemində tapıram. Üçüncü ədədim yazaq 1, 2-likdə. Burada aldığımız ədəd onluğa çevirsək 2 üstü 7 üstə gəl 2 üstü 0, yəni 128 üstə gəl 1. 129 onluq sayı sistemində almış oluruq. Dördüncü ədədimiz onluğa çevirdikdə 7 vur 16 üstə gəl 1 üstə gəlinsin. C vur 16 üstə 0, yəni 12 gəlirik. Buradan da 124 onluqda tapmış oluruq. Artan ardıcılıqla dediyinə görə 4, 1, 2, 3 yazmış oluruq. Sualımızın cavabı 4, 1, 2, 3. İnformasiya proseslərini seçin. İnformasiya prosesləri bilirik ki, saxlama, ötürülmə, emal və toplamadır. Burada uyğun variantlarımız 2, 4 və 6 olur. Yəni cavabımız 2, 4, 6. Onluq sayı sistemində verilmiş ifadənin 8-ci sayı sistemində qarşılığını müəyyən edin. Yazaq 5 sonuncu üstə gəlinsin 128, üstə gəlinsin 64, üstə gəlinsin 32. 2-nin qüvvət şəklində yazsaq 2 üstü 9, üstə gəl 2 üstü 7, üstə gəl 2 üstü 6, üstə gəlinsin 2 üstü 5. Birbaşa 8-in qüvvət şəklini göstərə bilərik. Amma ya da ki, ikili sayı sistemində yazıb 300 ayıraraq 8-ci sayı sistemini çevirə bilərik. İkili sayı sistemində yazaq. 2 üstü 9-dan bir ədəd var. 2 üstü 8 yoxdur. 2 üstü 7, 2 üstü 6 və 2 üstü 5-dən hər birindən bir ədəd var. 2 üstü 4, 2 üstü 3, 2 üstü 2, 2 üstü 1 və 2 üstü 0-dan da bizim bu ifadədə yoxdur. Və ikili sayı sistemində aldığımız ədədi 300 ayıraraq sağdan sola. 8-ci sayı sistemindəki qarşılığını tapaq. 1, 3, 4, 0. Yəni sualımızın cavabı olur 1, 3, 4, 0, 8-ci sayı sistemində. Salam gənclər cümləsinin yaddaşda tutduğu həzmi müəyyən edin. Həzmi tapmaq üçün ilk öncə bilməliyik ki, bu cümlədə neçə simvol var. Salam gənclər cümləsində ümumilikdə 14 simvol var. Və bu simvol sayını K ilə götürsək, i1-imiz bərabər olur 8 bitə və ya 1 bayta, i2 də bərabərdir 16 bitə və ya 2 bayta. Gəlin tapaq ki, 1 bərabərdir K vur i1, yəni 8 vurulsun 14. Buradan alırıq 8 bit daha doğrusu. 8 bit vurulsun 14. Buradan alırıq 112 bit. Q2 də bərabər olur K vur i2-yə, yəni 16 bit vur 14-ə. Buradan da alırıq 224 bit. 112 biti baytla əvəz etsək 14 bayt edir. 224 biti də baytla əvəz etsək 28 bayt edir. Yəni 1 üçün uyğun olacaq C, Y, 2 üçün uyğun olacaq B, D. Ədəd üzərində aşağıdakı əməliyyatlar sırasıyla yerinə yetirilir. Ədədin üzərinə ikili sayı sistemində 5 rəqəmlərin kiçik ədədi əlavə et. Alınan ədədin üzərinə 206 əlavə et. 8-ci sayı sisteminə çevir. Daxil edilən ədəd onluq sayı sistemində 32 olarsa nəticəni tapın. Demək ki, ilk öncə 32 onluqda daxil edilib, daha sonra üzərinə gəlmişik ikili sayı sisteminin ən kiçik 5 rəqəmli ədədini və üzərinə yenidən 206 gəlmişik. Bizdən istənilən bu alınmış ədədi 8-ci sayı sistemində çevirib tapmaqdır. 32-ni 2 üstü 5 kimi yazaram. Üzərinə gələrəm. İkili sayı sistemindəki olan həmin bu ədədimizi açıq şəkildə yazası olsaq 2 üstü 4 edir. Üzərinə 2 üstü 6 gəlirik. Və buradan sırasıyla düzsək, azalan sırayla 2 üstü 6 üstə gəl, 2 üstü 5 üstə gəl, 2 üstü 4 almış oluruq. İkili sayı sistemində qarşılığını tapaq həmin bu ədədin, hansı ki biz yazdıqlarımız burada hamısı onluq sayı sistemində idi. Deyirəm ki 2 üstü 6-nın qüvvətindən bir ədəd var, 2 üstü 5-dən bir ədəd var, 2 üstü 4-dən də bir ədəd var və 2 üstü 3, 2 üstü 2, 2 üstü 1 və 2 üstü 0-dan həmin bu ifadədə yoxdur. İkili sayı sistemində ədədi aldıq və 8-ci sayı sistemə çevirmək üçün sağdan sola 300 ayıraraq
hər bir üçlüyü 8-ci sayısında qarşılığına yazırıq. 1, 6, 0, 8-likdə. Cavabımız olur 1, 6, 0, 8-likdə. 36 səhifəli elektron sənədin 9-a bölünən səhifələrində SMK standartına yığılmış 5-12x5-12 ölçüdə qrafik təsvir, digər səhifələrinin hər birində Unicode standartına hazırlanmış hər sətrində 128 simvol olmaqla 128 sətirdən ibarət mətn var. Failin həcmini müəyyən edin. Gəlin ayrı-ayrılıqda hər bir səhifədə olan həm mətni tapaq, yaddaşını, həm də qrafikini. Düsturumuz demişdik ki, Q bərabərdir, K vur I-yə bərabərdir. Burada deyirəm ki, K qrafik bərabərdir. Yəni, bizim bu təsvirin ölçüsü 512 vur 512-yə bərabərdir. Yəni, 218-ə bərabərdir. I qrafik də bərabərdir 32 bitə. Yəni, 205 bitə bərabərdir. Əlavə olaraq bizə verilibdir K mətn. Yəni, mətnin bir səhifəsində olan simvol sayı. Yəni, bir səhifədəki mətnin simvol sayı. Deyir ki, bir səhifədə 128 sətr var, hər sətrdə 128 simvol var. Yəni, 207 vur 207, ümumilikdə 214 simvol var bir səhifəmdə. Və bu mətn Unicode-da yığıldığına görə I mətn də bərabərdir 16 bitə, yəni 204 bitə. Tapaq görək, bizdə bir səhifədəki mətn və qrafikin həcmi nəyə bərabərdir? Deyirəm ki, Q qrafik bərabərdir K qrafik vur I qrafik, yəni 218 vur 205 bit, yəni 223 bit. Q mətn də bərabərdir K mətn vurulsun I mətn, yəni 214 vurulsun 204 bit, yəni 218 bitə bərabərdir. Deyir ki, 9-a bölünən səhifələrdə qrafik var. 36 səhifənin 9-a bölünən səhifələri cəmi 4 səhifədir. O zaman deyirəm ki, 4 vurulsun Q qrafik, üstə gələnsin. Yerdə qalan səhifələr 32 olur. 32 vurulsun Q mətn. Bizə ümumi həcmi verəcək. Q qrafik 223-dür. Yazıram 202 vur 223 bit. Üstə gələnsin 205 vur 218 bit. Buradan da alırıq 225 bit. Üstə gələnsin 223 bit. Hər birini megabayta çevirsəm, 223-ə bölərəm və alacam 202 megabayt, yəni 4 megabayt, üstə gəlinsin 1 megabayt. Ümumilikdə failimin həcmi olacaq 5 megabayt. Dörtlük sayı isimli verilmiş şərti ödəyən 4 rəqəmli ABCD ədədinin 5'lik sayı isimli qarşılığını tapın. Ədədimizi yazaq. A, B, C, D. Şərtdə deyir ki, 4 ən böyüyür. Birinci rəqəmlərimizi yazaq. Rəqəmlərimiz hansıydı? 0, 1, 2 və 3. Deməli, ən böyük rəqəm deyirsə, deməli D 3-ə bərabərdir. Daha sonra ən böyük 3-dən sonraki rəqəm 2-dir. Yəni C-dir. C-dən sonra ən kiçik rəqəmimiz A-dır. Yəni A1 olur və B 0 olur. Aldıq ki, ədədimiz 1023 dörtlükdədir. Və bunu biz birinci onluğa çevirəcəyik. Olacaq 1 vur 4-ün kubu, üstə gəlinsin 2 vur 4 üstü 1, üstə gəl 3 vur 4 üstü 0. Yəni 64, üstə gəl 8, üstə gəl 3, 75, 10-luqda. Və bu ədədi biz 5-liyə çevirməliyik. 75 10-luqdadır. Göstərəcəm 3 vurulsun 5-in kvadratı kimi. Yəni deyirəm ki, 5-in kvadratının 3 ədəd var. 5 üstü 1 yoxdur və 5 üstü 0 da yoxdur. Yəni, cavab olaraq 300 alıram. Desək ki, müəllim, niyə belə yazdıq? Burada əlavə olaraq 0 vur 5 üstü 1, üstə gəl 0 vur 5 üstü 0 yazsaq, 5'lik sayı isimdəki ədədin açıq yazılış formasını alırıq. Və buradan da ədədi 300 tapmış oluruq.